Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi 4 nəfər dəm qazından zəhərlənərək ölüb. Məlumata görə vəfat edən qadınlardan biri müəllimə imiş. Belə ki, 25 yaşlı Münəvvər Hüseynova Şəmkir rayonunun Səməd Vurğun adına qəsəbə tam orta ümumi təhsil məktəbində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə dərs deyirmiş. Xatırladaq ki, dəm qazından öldükləri deyilən şəxslər 90-cı il təvəllüdlü Müseybova, 99-cu il təvəllüdlü Hüseynli və onun bacıları 2000-ci il təvəllüdlü Hüseynova və 2004-cü il təvəllüdlü Hüseynovadır. Qeyd edək ki, həmin şəxslərin yalnız soyadları bəllidir. Faktla bağlı araşdırma aparılır. Yaponiyalı alimlərin apardığı yeni araşdırma günəşin aktivliyinin yerdəki seismik proseslərə təsir edə biləcəyini göstərib. Tsukuba Universiteti və Yaponiyanın Qabaqcıl Sənaye Elmi və Texnologiyaları Milli İnstitutunun tədqiqatçıları bu mövzuya dair maraqlı nəticələr əldə ediblər. Tədqiqatçılar günəş aktivliyi, yeraltı hərəkətlər və yer səthinin temperaturu ilə bağlı məlumatları analiz edərək müəyyən ediblər ki, günəşdən yayılan istilik süxurların fiziki xassiyətlərini dəyişdirə bilər. Temperatur dəyişikliyi süxurların daha kövrək hala gəlməsinə və çatlamasına səbəb ola bilər. Bununla yanaşı, bu proses yeraltı suların hərəkətinə təsir edərək tektonik plitələrin sərhədlərindəki təzyiqin dəyişməsindən gətirib çıxara bilər. Alimlər bildirirlər ki, bu təsirlər nisbətən zəif olsa da, seismik aktivliyə müəyyən təsir göstərə bilər. Onların fikrincə, günəş aktivliyi ilə bağlı proqnozların yer temperaturu modellərinə daxil edilməsi zəlzələlərin daha dəqiq proqnozlaşdırılmasına kömək edə bilər. Bu kəşf, gələcəkdə seismik fəaliyyətin daha dəqiq izlənilməsinə və potensial təbii fəlakətlərin daha erkən müəyyən olunmasına töhfə verə bilər.